2026-cı il RFM 6-cı sinif final turuna düşmüş 15-ci sualın həllinə baxırıq. A kranı hovuzu tək başına 24 saata, B kranı 16 saata doldurur. Hovuzun 1/4 hündürlüyündə C kranı yerləşdirilibdir. O, yuxarıda qalan hissəni tək başına 12 saata boşaldır. Hər üç kran eyni anda açılsa, boş hovuz neçə saata dolar? Deməli, hovuzu 24 saata doldurursa, 1/4-ni 6 saata dolduracaq. 16 saata dolduran isə 1/4-ni 4 saata dolduracaq. Yerdə qalan 3 dəfə artıq olan hissəni A kranı 18 saata, 4-ü də 3-ə vursaq 12 saata doldurar. İndi birinci olaraq bu aşağı hissənin dolmasını biz hesablamalıyıq. Deməli, 6'da 1 plus 4'də 1 bərabər 1 bölünsün. Buna da T1 desək, T1 eləyəcək 24 bölən 2/10⁴ saat. İkincidə isə bu yuxarı hissənin dolmasından söhbət gedir. Ona görə də 18'də 1 plus 12'də 1 çıxılsın. C kranı da 12 saata boşaldırdı. Yenə 12'də 1 bərabər olacaq 1 bölünsün T2. T2 oldu elə 18 saat. Və bizə bu ikisinin cəmi lazımdır. Deməli, 20/4 saata hovuz dolacaq. Bu oldu A bəndinin cavabı. B-də isə hovuzun duzluluq faizini soruşur. Burada elə biz aşağıda olan 1/4 hissənin duzluluğunu tapsaq kifayət edir. Çünki yuxarıdakı C krantı hovuzun duzluluğuna təsir göstərmir. Hovuzun dolma zamanına təsir göstərir. Ona görə də biz 6'da 1'i vuracağıq. A kranında duzluluğu 40%. %40'a. Üzərinə gəl. 4'də 1'i vuracağıq. %20'ye. Bunu da vuracağıq. 2/4 saata doldurublar aşağı hissəni. Deməli, bu bərabər olacaq 0,16 üstə gəl. 0,12 də bu eləyir. 0,28. Yəni duzluluq faizi 28%-dir.